Salam değerli dostlar, değerli izleyiciler, bizim Sultan Ofis ailemiz. Hamınızı xoş gördük inşallah. Bu günlər Binə qəsəbəsində sizlərə yaxın dostumuz və qardaşımızın bir həyət evini çəkib tanış edəcəm. Qiymət 34.000 deyilir. Real alıcıya nə olacaq? İndirim olacaq təbii ki. Bəli. Məncə bu şansı, fürsəti əldən qaçırtmayaq Değerli inşallah. izleyicilerimiz, bir lotereyadır. Hazır vəziyyətdə gel al, ver kiraya. Süper bir variantdır. Ya Allah diye keçək təqdimata. Əşyalı, sayğaclı, tam hazır, gir yaşa. Bəli. Vəssalam. Xeyirli olsun inşallah. Dostlar, baxın bu həyət evi. Bax, qapısı kalitkadır. Burada məhəllədə darvazalı olan ev yoxdur. Hamısı kalitkadır. Bu evdə həmçinin hamıda yaşayır ha. Bütün evlərin hamısında yaşayış var. Qaz sayğacı var. Bax görün dostlar, qaz sayğacı var. Özdə Sultan Ofisə aid. İşığı var, hamısı necə lazımdır. Qapısı da Sultan Ofisə aid. Baxın dostlar, ətraf qolum qonşu yaşayışlı evlərdir. Evimiz tək yaşayan adam üçün, ana bala üçün, yəni belə deyim də, xanım üçün cehiz, aylıq ver, al kiraya. Bax belə bir evdə. Al ver kiraya, özün bilərsən. İstəyirsən yaşa, istəyirsən ver kiraya. Bax evə girdiyin həyətində belə bir həyət demirəm də, xudmani belə bir yerdir dostlar. Həyət kimidir də, xudmani, balaca. Yəni bax bir girdim, budur. Bundan o tərəfə yoxdur. Zərafat edirəm, otaqlarımız var dostlar. Bax belə bir təzə bütünlükası var. Ev əşyalı satılır. Heç nə götürülmür. Belə bir işıq yanır hə. Sanitar qovşağımız var. Hamısı öz qaydasında, duşuna qədər hazır. Yəni belə bir variantdır da, şanslı dostlar. Belə bir şanslı. Yerə də su tökülüb, mən batırdım, təmiz yeri elədim heç nə. Dostlar, bakı var, su bakı var, su artizandır. Açırsan daimi suyu olur. Yəni ki, buradan açsam su gələcək. Aha. Yox, buradan yox. Gələk toka qoşam da, gidrofonu var. Bax, belə gidrofon var. Toka qoşmaq lazımdır. Nəysə dostlar, onu qoyuram qırağa. Keçirəm evimin içini göstərək. Evin içini göstərək inşallah sizə. Bax, girdim, belə bir koridor. Dostlar, bax, belə bir koridoru var. Xaladenlik qalır evin içində. Götürmür. Paltar yuyan, mebel, nə var? Hamısı evin içində qalacaq. Bax, hər şey, qaz peçi, su peçi, nəyi desəm var da, hamısı, dolabı, molabı, hamısı əla. Dostlar, qalır evin içində, heç bir şey götürmür. Bu peçi, nə var? Sıfır qalır evin içində də, bax, belə bir evdir dostlar. Bir dənə də belə bir otaqdır. Gördüyünüz kimi, səliqəli, mədəni, normal, qəşəng, qaydasında. Gəl, bir otaqlı evdir, gir yaşa. Zato, əlvin altında, başımın üstündə damın olur dostlar. Bax, belə bir ev. Yəni, indi çoxsu yazar, eləyər ki, ay Rövşən, bu nə evdir, bu nə təqdimatdır. Allah şahidim olsun, yatırımdır. Bax, Allah şahidim olsun. Bu dəqiqənin özündə belə evlərin qiyməti 250 manatdır. Kirası. Bax, 250 manatdır binədə. Gəl, mən bunu verməsəm kirayı, gündə yüzlərlə adam istəyir. Kira işinə mən baxmıram ha. Amma kim bunu alsa, calayaram, inşallah götürərlər. Allah xeyrin versin. Yəni, bax, belə bir şey. Dostlar, gəlin Allah xeyrinizi versin. 10 dolar Allaha qaçırtmayın. Şərri evdə, bərəkətli evdir, superdə evdə. Bundan artıq da nə olsun? Bax dostlar, gördüyünüz bu ev. Qaz sayğacı, işıq sayğacı, gördüyünüz kimi hər şey təzə. İçində qalır, heç də götürmür. Al, bu dəqiqənin özündə, ver kiraya. Aylıq 250 manatım var. Bir otaqlı evi xalqlar dostluğunda 90 minə alırsınız. Mən sizə 34 minə təklif edirəm. Gəl ay müştəri, gəl. Ana yol yaxın, market yaxın, dükan yaxın, məktəb yaxın, hər şey. Как положено всегда надо. İnşallah dostlar, Allah xeyir versin. Xeyrisi də Allahdan olsun. Gəl, mən sənə indirim eləyəcəm. Real alıcıya indirim eləyəcəm. Xeyrisi Allahdan.